Həyat hardan başlayır? Körpə uşaqlardan, Yoxsa yeni bişmiş çörəyin ətrindən? bəlkə ilmə toxunan zəhmətdən. Əgər həyat bir yoldursa, O yol hardan başlayır? Zəhranur, necədir məktəbiniz? Necə gedir Əla. dərslər? Qəşəng. Neyinirsiniz məktəbdə? Qəşəng oxuyuruq, yazı yazırıq, maraqlı şəkil kəsirik, oynayırıq. Sənin üçün Xankəndi nədir? Dünyanın ən gözəl bir yeridir. Heç sıxılmısan, darıxmısan burada? Getmək istəmirsən? Yox. Ən çox burada nəyi sevdiniz? Burada çox yerdə ağacların olması, çayların olması, bir sözlə hər şeyini. Gözəl, gözəl, Laçın gözəldir. Torpağın hər daşına da qurban, ağacına da qurban, Laçının adına da qurban. Həm meşədə odunla bişirmişik. Bax, görsən, qaz var, amma odunla bişirik. İstehsal etdiyimiz çörəkləri Laçın, Şuşa, Xankəndi, Xocavənd rayonlarına yönəldirik. Mənfur düşmənlərimiz demək olar ki, çörək istehsalı ilə məşğul olmayıblar. Avadanlıqların hamısını bərbad vəziyyətə salıblar. Hal-hazırda biz təmir bərpa işləri ilə məşğuluq. Fasadlar ümidvaram ki, bizim istehsalımız demək olar ki, Azərbaycanda ən güclü çörək istehsallarından birinə çevriləcək. Uşaq üçün geyimlər kəsirik, böyüklər üçün çarşqadır, yastıq üzüdür, döşək üzüdür, yorğan üzüdür, kaşokdur, çantalardır. Hal-hazırda bu işlərlə də məşğul oluruq. Yorulmursunuz? Əgər ürəkdən işləyirsənsə, heç vaxt yorulmasan. Bir də yorulsaq da öz yerimizdə, yurdumuzda işləyirik. Hər yer bizim üçün əzizdir. Öz doğduğumuz yer lap əziz olur adam üçün. Əvvəl necə idi Xankəndi? Əvvəl qarışıqlıqdır. Qızım, bilirsiniz, bunlar el eləyirdi ki, bir dənə Xankəndi tariximiz yox idi burada. Adı yox idi. İndi bu günləri onu eşidəndə nə qədər fərəhlənirik, nə qədər rahatlanırıq ki, ilahi, yəni qaydardıq bura. Ən çox buradakı yenidən qurma var, ha. Ona elə xoşallanıram, elə yəni bura batmış idi. Bunlar baxmırdı. Bax, quruculuq işləri gedirlər. Burada o qədərinə dəyişikliklər, gözəlləşdirirlər. İnsan elə deyirsən ki, ay Allah, yeni doğulaydım da ki, bunları mən görərdim, düzdür, yaşlıyam biraz. İndi bir də belə baxıram, o qədər ürəyim açılır ki, ay Allah, bu şəhər, mən bugün özüm üçün fikirləşmirəm. Gələcək üçün, sizin üçün, o uşaqlar üçün ki, buranı gözəl görsün. Azərbaycanda bəlkə bura kimi yeri yoxdur, qızım. Xankəndi mənim üçün, gələcək üçün bir parlaq, bir həyat deməkdir. Gəlin yaşayaq mehriban, bu gözəl yurtda. Bu çəmənlərdə gəzir, Vaqifin şux gözəli. Bu çəmənlərdə gəzir, Vaqifin şux gözəli. Ruhunu buradan alıb, Natəvanın qəzəli. Ruhunu buradan alıb, Natəvanın qəzəli. Anadır arzulara hər zaman Qarabağ. danışan dil dodağım, tar kaman Qarabağ. Həmin Qarabağı Şərqi Zəngəzura bağlayan yoldur, Laçın Xankəndi yolu.
Bu yol həm 1-ci, həm 2-ci Qarabağ müharibəsində ən strateji mövqeyidir. 2022-ci ildə isə durduğumuz elə bu yolda təbii sərvətlərimizin talanmasının qarşısı alındı. Bugün də Laçın-Xankəndi yolu burada yaşayan insanları bir-birinə bağlayır. Və məsafələr qısalır. Axı nəticədə həyat bir yoldur. Qarabağ və Şərqi Zəngəzur sakinləri isə bu yolda əminliklə. Xoşbəxt addımlayır. Fidan Şakir qızı Nuran Ələkbərli, Rəhlə Rafiq qızı Xalid Əliyev, ASTV xəbər.